Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Biz hal-hazırda Biləsuvar rayonunun Xəlilzadə Əmrah küçəsindəyik və bu ildə 1997-ci ildə göz açmış Əmrah balamız, qəhrəmanımız 2020-ci ildə sentyabrın 27-sində 2-ci Qarabağ müharibəsi dövründə hərbi xidmətə çağırılmış və oradan müharibə başlayarkən o da digər qəhrəmanlarımız kimi 2-ci Vətən müharibəsi dövründə qəhrəmancasına vuruşub və şəhid olmuşdur. Allah cəmi şəhidlərimizi rəhmət eləsin və biz Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyəti olaraq bugün də o ailəni ziyarət etməyə özümüzə qoyuq. Və cəmiyyətimizin nəzdində olan Türkün Fəxri qəzetində qəhrəmanımız haqqında məqaləmiz var. Həmişəki kimi heç vaxtı biz ailəyə xəbər vermədən ailə üzvləri içərdə olar, bu günləri ziyarət edərik bu ailəni. Salam əleykum. Salam. Mən yenə deyirəm, xəbər vermirik biz. Yəni hesab elədik ki, bugün evdə olarsınız. Allah rəhmət eləsin. Əmrah balamızı, o da bizim qəhrəmanımızdır. Mən qeyd edim, bugün gənclər günüdür. Məhz bu gənclər bizə bu günü yaşatdılar. Və mən də bu günü seçdim, sizin ailəni ziyarət etdim. Rəhmət eləsin, xəyətlərimizə. Oralara can sağlığı, sizdən də var. Qəzetdə məqaləmiz var. Yəqin ki, evdə qəhrəmanımızın otağı var. Onu ziyarət edək və bu qəzetdə orada sizə təqdim edeyim biz. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Biz də Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını yaşadan bir cəmiyyət olaraq şəhid ailələrini ziyarət edirik. Və cəmiyyətimizin nəzdində olan Türkü Fəxri qəzetimiz var. Orada şəhidlərimiz haqqında bizim, onların qəhrəmanlıq yolu haqqında məqalələrimiz olur. O ailələri ziyarət edəndə bu qəzetləri ailə üzvlərinə veririk. Yəni, Respublikanın hər yerində olduğu kimi, yəni bizim cəmiyyət gördüyü işlər şəhidlərimizlə ən çox bağlı olur. Çünki onların qəhrəmanlıq yolu çox böyükdür, tükənməzdir. Bizim Azərbaycan tarixində yeni bir tarix yazdılar. 100 illərlə işğalda olan torpaqlarımızın məhz bu gənclər işğaldan azad elədi. Bugün 2 fevral Gənclər günüdür. Məhz bu ailəni də mən bugün seçdim ziyarət eləməyə. Allah o gənclər ki, şəhid olan gənclər, bugün mən tezdən də paylaşmışdım öz səhifəmdə. O gənclər ki, bugünkü günü bizə yaşatdılar. Öz canlarını biz üçün qurban verdilər. Və biz də Türkün Fəxri qəzetində qəhrəmanımız haqqında məqaləmiz var. Məqaləni də mən yazmışam. Mən cəmiyyətimizin Respublika üzrə təsisinin müavini olaraq qəhrəmanımız haqqında məqalə yazmışam, onun döyüş yolu haqqında. Və bu məqaləni də qəhrəmanımızın atası İnqilab qardaşımıza təqdim edirəm. Sağ ol. Allah dünyasını versin, hamısını. Allah sizin də canı sağ olasın. Allah razı olsun. Hər kim mənim yaşadan yaşadır. Allah var eləsin. Kim yaşadır? Ziyarətinizi qəbul eləsin. Allah da bir ziyarət edəcək. Mən hər yerdə deyirəm, bacım. Biz bir çox yerlərdə çəkilişdə oldu. O gün Neftçalada mən çəkilişdəydim. Mən ola bilər biraz varda az görsənirəm. Bizim cəmiyyətin sədri Mirən Fağadır. Yəni, mən bilirəm, o heç yerdən qalmır. Mən bu yaxında Neftçalada çəkilişdəydim. Orada şəhid atası heç bilmirdi mən nə deyəcəm. Əvvəl biraz nəsə narazılıqla danışdı. Mən dedim ki, biz bura ocağa gəlmişik. Biz bura ziyarətə gəlmişik. Qayıtdı yoldaşına dedi, gördün, mən bax belə şey istəyirəm. Bəli, bizim Cəlilabaddan
bir dostumuz Kərbalaya ziyarətə getmişdi. Onu orada demişdilər, düzdür, gəlibsən Allah qəbul eləsin. Gidin 3000 şəhidiniz var, ziyarət eləyin. Kərbalayız da oradadır, Hacız da oradadır, hər şey. Bəli, bu günlər deyirik ki, bunlar İmam Hüseyin aşiq edirlər, o yolda gediblər. Onların davamçılarıdır. Bəli, bu şəhid ailəsinin evi ziyarətgahdır. Allah qəbul eləsin Amin, ziyarətimizi. amin, sağ olun. Allah sizdən də razı olsun. Mən Sağ bir olun. söz deyim. Buyur. Sizi gördüm. Dünən başıma gələn hadisə. Qoy deyim ki, məsələn, bilinsin. Dünən gəlib burada durmuşdunuz, çağırırdınız. Dünən səhər o başladı namazdan, bilmirəm, qabaq idi, ya sonra idi. Sübh saat. Mən dedim ki, uşaq xəstələnib, ona çıxdı. Və özünüz ayağınızla gəldiniz. Allah qəbul eləsin. At çağırmısınız, gəlirsiniz burada qışqırıb çağırırsınız. Gəlirəm o qapıdan baxıram, heç kimi daha görmürəm. Mən Aydın. əslində dünən gələcəydim bura. Bizim o çəkilişdə olan uşaqların vaxtı olmadı gəlməyə. Bu gün də elə bu hesab elədik ki, bu gün ziyarət eləyək. Yəni qismət bu gün imiş. Çünki bu gün də yenə deyirəm, gənclər günüdür. Mən səhər paylaşmışdım. Bizim yolumuzda dünyasının həyatın qurban verən gənclərimizin bu günləri Allah cənnətdəki mövludları mübarək Nə eləsin. yaşı var? 23 yaşına təzə keçmişdi. 23 yaşına. Allah'ın 24 sözü tamamlamadı. yaşamışsın. 24'ü ve 2 ay Onlar tamamlamadı. bazı az həyat sürsələr də, amma elə bir həyat sürdülər ki, o silinməz bir həyatdır. Onlar gələcəkdə tarixə düşüblər. Bizim gənclərimiz, gələcək nəsil onları həmişə tarix kitablarından oxuyacaqlar. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Sağ olun. Allah sizə Köməyiniz olsun. səbir versin, Allah dövlətimizi, Köməyiniz prezidentimizi olsun. qorusun. Allah razı olsun. Sağ olun, Sizdən də var gələn olun. ayaqlarınız var olsun. Sizin gəlişinizi dünənləri mənə xəbərdarlığı gəlmişdi. Gözümlə aşkara görmüşəm, yuxuda da görməmişdim. Aşkara görmüşəm. Sonra qeyblə mən bilirdim Allah ki, sağ eləsin. onu həmişə bizə nəsə olanda bizə xəbərdarlıq eləyir. İndi başqa cür çıxmasın, indi deyərlər bəlkə bir özümüzdən icra edib deyirik bunu, amma yox. Həqiqətən də elədir. Bunlar ölməyiblər, Bəli, yaşayırlar. bunlar yaşayırlar. Bunlar həmişə qəlbimizdə də yaşasın. Sadəcə olaraq yanımızda yoxdur. Bəlkə də yanımdadır, mən görmürəm. Bəlkə də mənlə yol gedir, yol gəlir, evimdə mənlə oturur, mənlə durur, mən görmürəm bəlkə də. Onların məqamları böyükdür. Sadəcə. Biz bu kişini, mən deyirəm, uzun müddətdir tanıyıram. Mən o gün də bir tədbirdə dedim, kətdə, Mövludda. Dedim ki, şəhid valideynləri böyük bir məqamdadırlar. O övladlarına görə. Amma o məqamı da bu günləri saxlayır bu kişi. Yəni, mən görürəm məclislərdə də, hərəkətindən də, davranışından da, yəni bu hamısı göz qabağında olan şeydir. Allah can sağlığı versin, Engin qardaş. Allah kömək. Yaxşı Allah bacım. razı olsun. Sağ ol. Allah dostum. rəhmət eləsin. Allah razı olsun. Gəlin ayaqlarınız var Sağ olsun. olun, sağ olun. Götürən gözünüzə qurban olaram. Bir stəkan çayımızı içir. Biz də bunları yaşadırıq da, nəvəmizə qoymuşuq. Maşınla almışlar.